Hər kəsə salam uşaqlar. Bu gün sizlə baxacağıq 7-ci sinif KSQ 8 misallarına. Bu KSQ-də uşaqlar deməli suallarımızın hamısı demək olar ki, tənliklər sistemi ilə bağlıdır. Gəlin başlayaq birinci tapşırıqdan. Deyir ki, 2x bərabərdir A və s. tənliklər sistemində y-i tapın. Uşaqlar bu tənliklər sistemində mən nə edərəm? Deməli, birincidə hər tərəfi 2-yə bölərəm və bu zaman x bərabər olacaq 3-ə. Digərini olduğu kimi yazıram. Y plus 3x bərabərdir 14-ə. Bu bizim oldu tənliklər sistemimiz. İndi uşaqlar bu ifadəni aşağıdakı bu verilən tənlikdə yazıram yerinə. Yəni əvəzləmə üsulundan istifadə edirəm və x-ləri 3-dən əvəz edəcəm. Y plus 3 vurulsun 3 bərabərdir 14-ə. Buradan da alıram ki, y bərabərdir 5-ə. Cavab oldu. Nə bəndi? C bəndi. Sonra keçirəm tapşırıq 2-yə. Tapşırıq 2-də deyir, verilmiş xətti tənliklər sistemində əmsallar və sərbəst müəyyən edin, gəlin müəyyən edək. Deməli, uşaqlar, birinci olacaq, baxın yazıram. A1x plus B1 y bərabərdir C1-ə və A2x plus B2 y bərabərdir C2. Demək olar ki, artıq cavabımız hazırdır. A1-imizin yerinə nə dayanıb? 2. A1 bərabərdir 2. Sonra B1 bərabərdir 4, C1 bərabərdir 9. A2 bərabərdir 7, B2 bərabərdir 5 və C2 bərabərdir 3. Tapşırıq 2-də bitdi. Keçək görək 3-dən bizdən nə istəyir, nə soruşur. Deyir, emin hansı qiymətində verilmiş tənliklər sisteminin sonsuz sayda həlli var. Deməli, bu olduğu kimi qalsın hələ ki. Bunu da 3 eləyəm. Uşaqlar, sonsuz sayda həllin olması üçün A1 bölünsün A2 bərabərdir B1 bölünsün B2 bərabərdir C1 bölünsün C2 bərabərliyi hər zaman ödənməlidir. Bu şərt daxilində yaza bilərəm ki, 12 bölünsün x bərabərdir n bölünsün 8 və bərabərdir 15 bölünsün 5-ə. X yox, burada 4. 12 bölünsün 4. Deməli, bu nəyə bərabərdir uşaqlar? 3-ə. Yazdıram altdan n bölünsün 8 bərabərdir 3-ə. Buradan m nə olacaq uşaqlar? 24. Bu da belə cavabımız olacaq 24. Burada variantlar yoxdur. Açıq sualdır. Keçirəm uşaqlar 4-cü tapşırığa. Bunu silim. Tapşırıq 4. Deyir, A-nın hansı qiymətində tənliklər sisteminin həlli yoxdur? Tənliklər sisteminin həlli olmaması üçün uşaqlar deməli, nə edirik? Yenə baxırıq bu ifadəyə və burada tənliklər sisteminin həlli olmaması üçün nə olmalıdır uşaqlar? A1 bölünsün A2 bərabərdir B1 bölünsün B2 fərqlidir. C1 bölünsün C2 şərti ödənməlidir. Bu zaman tənliklər sisteminin həlli olmur. Deməli, bizə verib AX çıxılsın y bərabərdir 2 və 3x çıxılsın 2y bərabərdir -5-ə. Bu tənliklər sisteminə gəlin baxaq. İndi nə edirəm? Burada bu ifadədə nəzərə alıram uşaqlar. Yazıram. A bölünsün 3 bərabərdir -1 bölünsün -2 bərabərdir 2 bölünsün -5 fərqlidir. İndi davam edirəm uşaqlar. Burada bu ifadəni gəlin həll edək. Yazıram altdan. A bölünsün 3 bərabərdir. Mənfilər bir-birinə aparacaq olacaq müsbət. 1 bölünsün 2. A da buradan bərabər olacaq nəyə? A da bərabərdir 1,5-ə. A-nın 1,5 qiymətində nə olacaq? Tənliklər sisteminin həlli olmayacaq. Sonra uşaqlar keçdik tapşırıq 5-ə. 5-də deyir ki, tənliklər sisteminin neçə həlli var? Gəlin baxaq uşaqlar. Yenə bu bayaqki ifadəni silmirəm, onun üzərindən davam edəcəyik. İndi bu nisbətləri yazıram. Deyir, neçə həlli var? Gəlin baxaq. Nisbətlərdə A1, A2-ə baxan nəzər yetirin. Onu görən kimi biləcəksiniz ki, neçə həlli var. Tapşırıq neçədir? 5-deyik. Baxın uşaqlar. Nisbətləri yazıram. 7 bölünsün 7 bərabərdir 8 bölünsün 8 bərabərdir 5 bölünsün 3. Sizcə bununla bu və yaxud bununla bu bir-birinə bərabərdir? Bərabər deyil. Bu ikisi bir-birinə bərabərdir.
Bu isə fərqlidir. Deməli, nə edirik uşaqlar? Aha, deməli, bu fərqli olduğu üçün nə olacaq uşaqlar? Həlli yoxdur, C bəndi. Sonra keçdik 6-ya. Deyir, verilmiş qrafiklərə əsasən tənişlər sisteminin köklərinin sayını müəyyən edin. Gəlin müəyyən edək uşaqlar. Baxın, əgər qrafikdə bu xətlər, düz xətlər yəni, bir nöqtədə kəsişirsə, deməli, bunun bir həlli var. Əgər qrafikdə bir-birinə paraleldirsə, deməli, bunların həlli yoxdur, kəsişmir axı. Üst-üstə düşürsə, bu zaman olur, sonsuz sayda həlli var. İndi gəlin baxaq, deyir ki, müəyyən edin. Birincidə uşaqlar bir nöqtədə kəsişdiyi üçün bir həlli var. İkincidə bir nöqtədə kəsişdiyi üçün bir həlli var və üçüncüdə paralel olduğu üçün həlli yoxdur. Aha. Keçək indi tapşırıq 7-yə. 7-də uşaqlar bizə deyir ki, tənliklər sistemini əvəz etmə üsulu ilə həll edin. Əvəz etmə nədir? Yuxarıda birinci tapşırıqda yazdığımız üsul. Burada daha asan verilib. X-in ilə hazır qiyməti verib 2 plus y-ə və x plus y bərabərdir 9-a. Nə edirəm uşaqlar? Burada x-in yerinə 2 plus y yazıram. Harada x gördüm, son yerinə yazacağım. İndi yazdım. 2 plus y bərabərdir 9-a. 2 plus 2y bərabərdir 9-a, 2y bərabərdir 7-yə və y isə bərabərdir 3,5-ə. Y uşaqlar 3,5-dir. İndi gəlin x-i tapaq. Yazıram, birinci bu tənlikdə yerinə nəzərə alıram. Deməli, x də bərabərdir 2 plus 3,5, bu da bərabər olacaq nəyə? X də bərabərdir 5,5-ə. Cavabım nə oldu uşaqlar? 5,5 və 3,5 cütü. Bu da belə. Keçdik uşaqlar 8-ci tapşırığa tənliklər sisteminin toplama üsulunda həll edin. Toplama mən ən çox sevdiyim üsuldur uşaqlar. Gəlin indi toplama ilə yazaq. Tapşırıq 8-də nə verib? X plus y bərabərdir 4-ə, x minus y bərabərdir 6-ya. Alt-alta toplayıram uşaqlar. 2x bərabərdir. Baxın, müsbət mənfi olduğu üçün bunlar islah olunur. Bərabərdir 10-a. X bərabərdir 5. X-imiz 5-dir. İstədiyim tənliklərdən birini x yazıram yerinə. Mən burada yazmaq istəyirəm uşaqlar. 5 plus y bərabərdir 4-ə və y bərabərdir mənfi 1-ə. Cavabım nə oldu uşaqlar? 5 və mənfi 1 cütü. Belə. Sonra keçir uşaqlar 9-a. 9-da nədir? 2 ədədin cəmidir 36-dır. Fərqi isə 9. 2 ədədin cəmi 36-dır. Fərqi isə 10-dur. Bərabərdir 10-a. Uşaqlar toplama üsulu ilə yazmaq istəyirəm. Yəni alt-alta toplayıram. 2x bərabərdir 46-ya birbaşa yazdım. Çünki y-lər toplayanda islah olunur. X bərabərdir 23-ə. Tənlikdə yazıram yerinə uşaqlar. 23 çıxılsın y bərabərdir 10-a. İkinci tənlikdə mən nəzər aldım. Sizin ürəyiniz hansını istəyir, ona yaza bilərsiniz. Y bərabərdir 13-ə. Belə. Nə oldu uşaqlar cütlərimiz? 23 və 13. Sonra uşaqlar keçdik 23-13 bu bəndədir cavab. Bunu variantla verib. Sonra keçirik uşaqlar 10-cu tapşırığa. Onda deməli 10-cu tapşırıqda bizə nə deyir? Deyir ki, tənliklər sistemini həll edin. 3x çıxılsın y bərabərdir 5-ə. X çıxılsın 5y bərabərdir mənfi 3-ə. Gəlin uşaqlar bunu həll edək. Neyək? Bunun hər tərəfini vururam 3-ə. Yazıram 3x çıxılsın y bərabərdir 5-ə. 3x çıxılsın 15y bərabərdir mənfi 9-a. İndi uşaqlar bunları alt-alta çıxıram. 3x-dən 3x-ə çıxdım. Deməli, nə eləyəcək? Burada islah olunur. Gəlin bunu bir mənfi 3-ə vuraq. İşarələrimizdə rahat olsun. Alt-alta toplayaq bunları. Nə eləyəcək? 14y bərabərdir mənfi 10. Yox, müsbət 14-ə. 9-dur bu. Müsbət 14-ə. Y də bərabər olacaq 1-ə. Y 1-dir uşaqlar. Gəlin yerinə yazaq. X-i tapaq. 3x çıxılsın 1 bərabərdir 5-ə. X də bərabərdir 2-yə.
Nə oldu? 2 və 1 cütü. 2, 1 cütü cavab bu bəndi. Balacaladım, həllini görün. Sonra keçdim 11-ci tapşırıq uşaqlar. Yenə deyir tənişlər sistemini həll edin. Gəlin yazaq. Bunu silim, keçdik 11-ə. 6x plus 11y bərabərdir 12-yə, 7x çıxılsın 9y bərabərdir 14-ə. Bunu vururam uşaqlar hər tərəfinə 7-yə, bunu isə vururam mənfi 6-ya. İndi yazıram 42x üstə gələk 77 y bərabərdir 70, 14, 84-ə. Mənfi 42x üstə gələk 54 y bərabərdir. Bunu eləyəcək 84-ə. Hər tərəfi toplayıram uşaqlar alt-alta. Nə elədi? 77-nin üstünə 54 gələndə 1, bu da eləyəcək 131 y bərabərdir 0. Y də bərabərdir 0-a. Y-imiz 0-dır. X-imiz də olacaq uşaqlar 2. Cavab oldu 2, 0 cütü. Bu bəndi. Sonra bunu da balacalaşdırım. Keçirik yəni 12-yə. 2 ədədin deyir fərqi 65. Bu ədədlərin kvadratlarının fərqi isə 8255-dir. Gəlin yazaq. X çıxılsın y bərabərdir 65-ə. X kvadratı çıxılsın y kvadratı bərabərdir 8255-ə. Uşaqlar 6 kvadratlar fərqi kimi yazıram. 65. X çıxılsın y. X plus y bərabərdir 65-ə. 8255-ə. 55. İndi uşaqlar nə edirəm? Bu ifadəni aşağıda nəzərə alıram, yazıram. 65 vurulsun x plus y bərabərdir 8255-ə. Buradan x plus y nəyə bərabər olacaq uşaqlar? 8255 bölünsün. 65 gəlin bölək. 8255-i bölürəm 65-ə. Bərabərdir 127. İndi uşaqlar bu hissəyə kimi aydındırsa keçirəm ikinci mərhələyə. Baxın. Bura kimi birinci hissədir. İndi keçirəm ikinci mərhələyə. X minus y bərabərdir 65. Aldım ikinci tənliklər sistemi. Bunu həll eləyirəm. Altdan yazım. 2x bərabərdir 127-nin üstünə 55 gələndə 65. Eləyəcək 192. X də bərabərdir. Bunu da bölək 2-yə. Bu da eləyəcək 96. X-imiz oldu 96. Y-imiz də olacaq 31. Y də bərabərdir 31. Bizdən nə istəyir? Bu ədədlərin cəmini istəyir. 96 ilə 31-in cəmini. 96 plus 31 bərabərdir 127-yə. Cavab oldu C bəndi. Bunu da balacaladım. Baxın. Sonra keçək 13-cü tapşırığa. Son 3 tapşırıq. Bunları silim uşaqlar. 13-də deməli uşaqlar deyir, tənişlər sistemi x plus y-in həllini tapın. Zaten bayaqdan ancaq eyni tipdə misallardır. 3x plus 2y bərabərdir 7-yə. 2x plus 3y bərabərdir 18-ə. Nə edirəm uşaqlar? Bunun hər tərəfini mənfi 2-yə vururam. Bunun hər tərəfini 3-ə. Gəlin yazaq indi. Mənfi 6x çıxılsın 4y bərabərdir mənfi 14-ə. 6x üstə gələk 9y bərabərdir 54-ə. Alt-alta toplayıram uşaqlar. Nə edəcək? 5y bərabərdir 40. Y də bərabərdir 8-ə. Y8-dir uşaqlar. Gəlin tənlikdə yerini yazıb x-i tapaq. 3x üstə gələk 16 bərabərdir 7-yə. 3x bərabərdir mənfi 9, x də bərabərdir mənfi 3. Bizdən x ilə y-in cəmini istəyir. Bundan bunun cəmi. Nə eləyəcək uşaqlar? 8 çıxılsın. Üstə gələk mənfi 3 bərabərdir 5. Cavab oldu A bəndi. Bu da belə. Sonra keçək 14-də tənişlər sisteminin x, y-in hasilini tapan gələn yazaq.
Deməli 14. 14-də yazıram x plus 7y bərabərdir mənfi 11-ə. 2x çıxılsın y bərabərdir 8-ə. Alt-alta yenə uşaqlar yazıram. Bunun hər tərəfini mənfi 2-yə vururam. Mənfi 2x çıxılsın 14y bərabərdir 22-yə. 2x çıxılsın y bərabərdir 8-ə. Topladım nə elədi uşaqlar? Mənfi 15 y bərabərdir 30-a və y bərabərdir 2. Y-imiz oldu 2 uşaqlar. İndi gəlin x-i tapaq. X üstə gələk 14. Birbaşa yazdım. Bərabərdir mənfi 11-ə. X bərabərdir mənfi 20. 5. Bu da belə bizdən hasilini istəyir uşaqlar. X, Y hasilini. Burada nə səhv yazdım baxın. X2 mənfi 25. Bir dəqiqə baxın. Burada uşaqlar mənfi 2-dir. Bunu qeyd eləməmişəm. Ona görə bunu silim yazım. Deməli, y-imiz mənfi 2 olduğu üçün x çıxılsın 14 bərabərdir mənfi 11-ə. X də bərabərdir 3-ə. Y-imiz oldu mənfi 2, x-imiz 3. 3 vurulsun mənfi 2 bərabər olacaq mənfi 6-ya cavabdır bəndi. Gəldik çıxdı uşaqlar sonuncu misala 15-ci. Bunu da kiçildən baxın. 15-də deyir ki, funksiyasının qrafik nöqtələrindən keçir. KL ədədlərini müəyyən edin. Gəlin baxaq uşaqlar. 15. 15-də deyir y bərabərdir kx üstə gələk l. Uşaqlar, bu hansı nöqtələrdən keçir? A nöqtəsi 3 mənfi 2 nöqtəsindən və B mənfi 2 3 nöqtəsindən keçir. Buna əsasən yaza bilər. Neynirəm? Bu birinci həmişə x-in qiymətləri olur. Bilirik. Bunlar da y-in qiymətləridir. Yazıram yerinə əvvəlcə. Deməli, 2 bərabərdir. Bu şəkildə yazmayım uşaqlar. Əvvəlcə bu hissəsini yazmaq istəyirəm. Deməli, 3k burada yerinə yazdım 3-ü. Üstə gələk l bərabərdir 2-yə. Və mənfi 2k üstə gələk l bərabərdir 3-ə. Aldım bir dənə sistem tənlik. Gəlin bunun hər tərəfini vuraq mənfi 1-ə. İndi yazıram. 3k plus l bərabərdir 2-yə. 2k çıxılsın l bərabərdir mənfi 3-ə. Alt-alta toplayıram uşaqlar. 5k bərabərdir mənfi 1-ə. K nə olacaq uşaqlar? Mənfi 0,2. K-mızı tapdıq. İndi gəlin uşaqlar L-i tapaq. Yazıram yerinə. Buradan bir hissə ayıram. 3 vurulsun mənfi 0,2-dir. Yəni altdan yazım. 3 vurulsun mənfi 0,2 üstə gələk L bərabərdir 2-yə. L bərabərdir 2 üstə gələk 0,6. Buradan da L bərabər olacaq uşaqlar nəyə? L bərabərdir 2,6-ya. Deməli, nə tapdıq uşaqlar? Bizdən K ilə L-in ədədlərini istəyir. L-imiz oldu 2,6, K-mız oldu mənfi 0,2. Deməli, bizim xəttə tənliyimiz hansı formadadır? Y bərabərdir mənfi 0,2x üstə gələk 2,6 şəklindədir. Belə uşaqlar, 15 tapşırıq idi, 15-ini də bitirdik. Hər birinizə KSG-də uğurlar arzulayıram. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti dərslərdə görüşənə qədər hələlik.